Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Danışanda bəyənmirsiniz, amma rəqs videolarıma bir gecədə 5 milyon izlənmə edib 200 min bəyəni qoyursunuz. Yenə də sizi qane edə bilmirəm. Xəbər verilir ki, bu sözləri son zamanlara ən çox tənqid olunan müğənnilərdən olan Kəmalə Günəşli deyib. Tarixin bir günü verilişinə qonaq olan sənətçi onu qınayan tamaşaçılara səslənir. Ola bilsin ki, mənim rəqs etməyim, oxumağım kimi qüsursuz deyil. Mən rəqs edə bilmirəm, düzdür. Amma danışanda məni qınayırsınız, bəyənmirsiniz. Sonra rəqs videolarıma bir gecədə 5 milyon izlənmə edib 200 min bəyəni qoyursunuz. Yenə də sizi qane edə bilmirəm. Əvvəl görünüşümə irad bildirirsiniz, sonra geyimə, sonra danışığıma, indi də başlamısınız rəqsimi qınamağa. Mən belə oynayıram. Nə edə bilərəm?